Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında yenə möhtəşəm bir kontentlə qarşınızdayıq dostlar. Bugün sizlərə Temunun 80 manatlıq hədiyyə kampanyasını sizlərə göstərmək istəyirəm. Bu videonun digər videolarımızdan fərqi olacaq ki, dostlar, bu videoda bu kampaniyanı bir yerdə istifadə edəcək. Yəni mən alış-veriş edəcəm və bu kampaniyanın şərtlərini daha detallı bir şəkildə görə biləsiniz deyə. Yeni gəlib, mən də yeni görmüşəm və bunun videosunu sizlərə çəkib göstərmək istədim. Dostlar, qeyd edeyim ki, hər videoda dediyim kimi, bu videoda da qeyd edeyim. Yəni bu kampaniyanı hamıya verməyə bilər. Bəzi istifadəçilərə verə bilər, bəzi istifadəçilərə də verməyə bilər. Yəni mən bu şəkildə görmüşəm. Kampaniyaya qoşulmaq üçün axtarış bölməsinə bu kodu yazırsınız. Yapışdır deyirik. Baxın, bu kodu ekrana əlavə etmişəm. Siz də bu kodu yapışdıraraq baxa bilərsiniz. Sizə də bu kampaniyanı verir, yoxsa vermir. Axtarış edirəm və axtarış etdikdə belə bir ekran gəlir. Maksimum 80 manat sizi bəkliyor. Ödüllərinizi geri almaq üçün əşyaları seçin. Yəni burada nədir? Mən də birinci dəfədir istifadə edirəm bu kampaniyanı. Bir yerdə sizlərlə istifadə edəcək və ödəniş eləyəcək. Əgər dediyi şərtlər həqiqətən yaxşıdırsa, yaxşı deyilsə ödənişimizi geri alacaq dostlar. Mən də məsləhət görürəm ki, bu şəkildə istifadə edəsiniz. Günlük ödül iadəsi. Bu səhv eləmirəmsə kredi iadəsinə oxşayır. 80 manatı sizə kredi iadəsi kimi geri ödəyir. Mən də indi istifadə edib bir yerdə baxacağıq dostlar. Burada fərqli-fərqli məhsullar var. Bu məhsullardan seçirsiniz və nə qədər maksimum fərqi yoxdur. Yəni siz burada 200 manatlıq bir məhsul seçsəz, maksimum 80 manatlıq iade eləyir Temunun dediyinə görə. Və yaxud da 50 manat seçmisinizsə, 50 manat iade eləyir. Buradan tez bir şəkildə mən 80 manatlıq bir məhsul seçmək istəyirəm. Misal üçün bu məhsulu seçmək istəyirəm. Normalda bu qiymətə vermir, amma 20% kuponlarla, fərqli kuponlarla bu məhsulu 25-30 manata əldə edə bilirsiniz. Yəni mən misal üçün deyirəm, fərqi yoxdur, fərqli bir məhsul olsun. Sadəcə burada kampaniyalı deyə bahadan verir. Baxın, bu məhsulun 81 manat qiyməti var. Hələ bunu seçim. Bir yerdə baxaq. Deməli, Magicbus Android proyektor HI 300 Pro. Mən bundan bir dəfə sifariş vermişəm. İstəyirəm bundan bir də alım. 81 manat hələ yaxşı verir burada. Bunu seç deyirəm. Seç dedikdə 81 manat 25 qəpik seçdi və 80 manat ödül seçənəyi. Baxın, gördüyünüz kimi maksimum 80 manat seçənəyi var. Dostlar, tez bir şəkildə ödəniş eləyim və baxaq görən nələr olur. Burada 80 manatın iade üçün ödəmə yap bölməsi var. Bu seçənəyini seçirəm. Seçənəyi seçdikdə baxın, gördüyünüz kimi səbətimdə burada yazır ki, qalan süre 22 saat. Dostlar, bu düzgün göstərmir. Yəni mənim gördüyüm qədərilə bu tez-tez dəyişir. 22 saat bitdikdən sonra təzədən yenilənir. Ta ki siz bu bir müddət bu kampaniyadan istifadə edənə kimi. İndi isə mən burada yazıb ki, standart təslimat ödülə uyğun, yəni 80 manat ödəniş eləyirəm. Qarşılığında isə Temunun dediyinə görə 80 manat ödül iadəsi eləyir. Baxaq görüm necə olacaq proses. İndi isə mən ödəniş eləyim tez bir şəkildə. Baxaq görək bizə bu kampaniyadan necə yararlana biləcək. Dostlar, ödəniş elədim və belə bir ekran gəldi. Deməli, burada məsələ nədir? Günlük ödülləri göstər. Ödəmək 200, kredilər 100, kupon 300, kredilər 100 şəklində belə bir ekran gəldi. Günlük ödüllərimi göstər. Günlük ödüllərimi göstər deyirəm. Bugünün ödül iadəsi tutarı 24 manat. 300 manatlıq kupon. Dostlar, kupon kimi verdi. Mən elə bildim ki, birbaşa balansa. Amma balansa da keçirir. Burada necədir? 150 manatlıq qazandın. Ekstra 76 manat bonus. Deməli, əgər bu 100%'lik kredi sizə gəlsə, burada məsəl üçün 22 manat göstərsə, onu balansınıza iade eləyir. Əgər buradakı kupon seçin, yəni rastgele şans əsəri bir şeydir da dostlar. Burada 100% kredi düşsə 2x-nə vurulur. Tutaq ki 80 manatın 20 manatını iade edirsə 40 manatını sizin balansda keçirəcək. Mən belə bildim. Ödüllər gündə bir dəfə 7 taksi kanalında və çəkiliş yöntəmi ilə alınmalıdır. Deməli 10%, 100 manat üzəri sifarişdə 10 manat çıxacaq, 200 manat üzərində 30 manat, 400 manat sifarişdə 60 manat çıxacaq.
sabah təzədən gəlirsiniz və bu çəkilişə də yenidən qatılırsınız. Yəni çəkilişdir bir növ. Mən elə bildim kredi iadəsidir. Yəni gözünüzün qabağında istifadə elədim. Deməli, burada 200 manatlıq ödənəcək. Yəni rastgele bir şey çıxacaq, amma bu kuponu mən şəxsən xoşum gəlmədi, istifadə eləmirəm. Çünki kupon, yəni onsuz da kupon iadəsi verir, mənası yoxdur, heç bir mənası yoxdur. Yəni burada deyir ki 60 manat, 400 manatlıq alış-veriş eləməlisən, 60% endirim eləyir. Bu kuponları onsuz da verir, yəni bu kupon düşməyə sərf eləmir. Şansınızı yoxlaya bilərsiniz, əgər almaq istəyirsinizsə. Açıqcası mən kredi iadəsi kimi bilib mən bu kampaniyaya qoşuldum. Burada deməli kayıtlar bölməsindən 300 dəyərində kupon, bir də ana səhifəsinə çıxmaq istəyirəm. 100 dəyərində kredilər, yarın təkrar gəl. Bir sonraki çəkiliş 100 dəyərində kredi olacaqdır. Aha, burada uje deyir dostlar, yəni sizdə nə olacaq? Yəni çəkilişdə sabahlarım yenidən gəlsəz, ikinci çəkilişdə isə rastgele bir məbləğ çıxardır. Atıram ki burada 20 manat. 20 manatı balansınıza qaytarır. Aha, bu yaxşı oldu. Amma məndə indi birincidən kupon iadəsi verdi. Amma gündəlik gəlməlisiniz bura. Yəqin ki bir gün siz buradan ötürsəz, gəlməsəz bu həmən haqlarınız ləğv olur. Misal üçün burada tutaq ki neçə gün var? 7 gün var. Bir gün ötürdünüz, bir gün ləğv olacaq, 3-cü gün gəlməli olacaqsınız. Belə bir şey var. Ekstra 76 manat. Burada yazıb qazandın 156 manat. Ana səhifəsinə keçirəm. Profil bölməsinə baxıram. Kuponlarım avtomatik mənim burada kuponların bölməsinə əlavə olundu. 200 manat, 30 manat bu şəkildə əlavə olunub. Belə. Yenidən də həmin ekrana gəlmək üçün axtarış yerinə həmin bu rewards back bölməsini yazırsınız. Bunu yazdıqda isə həmin bölməyə gəlirsiniz dostlar. Sabahlarımda isə bir də çəkiliş olacaq. Bu şəkildə. Açıqcası mən kupon iadəsi kimi gözləyirdim, amma kupon iadəsini eləyir. Sadəcə ödülün bir hissəsini ödəyir. Yəni bugün istifadə elədim. Hər gün bir çəkilişə qatılmış olursunuz. Çəkilişlərdə də burada yazılıb. Baxın. 200 dəyərində ödənek, 100% dəyərində kredilər, 300%lik kupon. Kupon heç yaramır dostlar. Çünki kupon həqiqətən onsuz da verir. Yəni sizə məcbur alış-veriş elətdirir. Məsəl 400 manatlıq ona 20-30% verir. Yəni onsuz verməsə yaxşıdır. 100% dəyərində kupon, bu 2x maraqlıdır mənə. 2x çünki mən bildiyim qədərilə 20 manatı 2x-nə vurur. Yəni 40 manat sizin balansınıza kredi iadə kimi qaytarır. Burada 100% dəyərində kredilər, 200 dəyərində ödəmək. Bu ödənəkləri bilmirəm açıqcası. Aldıqdan sonra bir yerdə görəcəyik. Sadəcə bu krediləri bilirəm ki, balansa qaytarır. Bu şəkildə kampaniyamız bu şəkildə idi. Bir yerdə ödəniş elədik və gördük nədirsə. Mən sizlərə videoda açıqlamasını bildirərəm. Sabahki çəkilişdə nə olacaq? Bu kredi kimi, balans kimi qaytarır, qaytarmır. Onu videonun açıqlama bölməsinə əlavə eləyirəm dostlar. Videomuz bu qədər idi. Ümid edirəm ki, video sizlərə üçün faydalı oldu dostlar. Bilmədiyiniz bir mövzu varsa və yaxud da videoda əksik bildirdiyimiz bir bölmə varsa, videonun açıqlama bölməsinə, yorumlar bölməsinə xahiş edirəm bildirin ki, biz də bilək və sizlərə kömək eləyə bilək. Təqdim etdiyim Fikirli kanal.